Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə Haruki Murakami'nin, deməli, dünya ədəbiyyatında çox xüsusi bir yeri olan romanı haqqında danışacağıq. Salam. Bəli, Norveç meşəsi. Çox sevilən, amma eyni zamanda bəzi müzakirələrə də yol açan bir əsər. Düzdür. Onu da deyim ki, bu kanalımızda sizinlə birlikdə incələdiyimiz ilk Yapon ədəbiyyatı nümunəsidir. Bu baxımdan da maraqlıdır. Həqiqətən də xüsusi bir başlanğıcda Yapon ədəbiyyatına. Roman özü də baxmayaraq ki, 60-cı illərin Tokyosunda keçir. Tələbə hərəkatları, o dövrün ab-havası, amma əslində çox dərin mövzular var. Gənclik, itki, sevgi. Bəli. Amma səthi baxanda aldanmaq olar. Elə bil adi bir sevgi hekayəsidir. Amma qətiyyən elə deyil. Yəni, qat-qat dərindir. Elədir. Hətta Murakami özü də deyib ki, bu kitabın, yəni onun o adət etdiyimiz sehirli realizm üslubundan kənara çıxan bu realist əsərin niyə bu qədər, necə deyim, partladığına biraz təəccüblənib. Maraqlıdır, hə? Bəlkə də məhz o realizm, o çılpaqlıq cəlb edir insanları. Ola bilər. Sizcə, bu realizmin özündə nə var ki, bu qədər təsirli olur? Məncə, baxın, bu realizm birbaşa insanın daxili dünyasına o ən həssas nöqtələrə toxunur. Tənhalıq, sonra o itki ilə barışmaq cəhdləri, varoluşla bağlı suallar. Bunlar Murakamiyə xas dərinliklə verilib. Amma bu dəfə, necə deyim, heç bir fantastik pərdə yoxdur. Bu birbaşa təmas oxucunun sanki dərhal tutur özünə çəkir. Bəli, bəli. Onun nostalji hissi var, ha? O itirilmiş gəncliyin ağırlığı. Adamı çox başqa yerlərə aparır. Xüsusilə də o ruhi sağlamlıq məsələləri, yas mövzusu çox təsir edicidir. Çox. Naokanın o kövrəkliyi. Sonra uşaqlıq dostu Kizukinin intiharının həm Toruya, həm də Naokaya vurduğu o dərin, sağalmaz yara. Sanki insanın içindəki o fırtınaları, o çarəsizliyi özün yaşayırsan oxuduqca. Tamamilə razıyam. Murakami insanların o daxili istirablarını, kədərlə necə başa çıxmağa çalışmalarını çox həssaslıqla, çox təbii təsvir edir. Məsələn, Naoko'nun Ami Hostel dedikləri o məkanda yaşaması. Hə, o sanatoriya kimi yer. Bəli, o sakit, təcrid olunmuş yer. Orada Reiko kimi biri ilə dostluğu. Reiko özü də təcrübəlidir, amma yaralıdır. Bu detallar əslində ruhi sağlamlıq mövzusuna toxunur, o stigmaları biraz azaltmağa çalışır sanki. Düzdür. Və əsər acı bir həqiqəti pıçıldayar elə bil. Heç bir fəlsəfə, heç bir söz, heç bir həqiqət sevdiyin insanı itirməyin o dərin kədərini yox edə bilməz. Sadəcə onunla yaşamağı öyrənirsən bəlkə də. Çox dərin məsələdir bu. Obrazlara keçək biraz. Toru Watanabe. İlk baxışda çox adi tələbədir, elə bizlərdən biri kimi. Elədir. Amma onun qərb ədəbiyyatına, xüsusən möhtəşəm Gatsby'yə olan o marağı, bu məncə onun daxili axtarışlarının bir siqnalıdır. Belə deyilmi? Bəli, bəli. O sadəcə bir ədəbiyyat zövqü deyil. Naoko ilə Midori'nin qarşı durması isə bu çox maraqlı bir simvolizm yaradır. Hə, çox klassik, amma bir o qədər də güclü. Naoko sanki keçmişi, itkini, hətta bir növ ölümü təmsil edir. Midori isə adı kimi Yaponca yaşıl deməkdir axı. Həyatı, enerjini, gələcəyi. Bəli, amma bu məncə Toru üçün sadəcə iki qadın arasında bir seçim deyil. Bu daha çox iki fərqli həyat fəlsəfəsi, iki fərqli yol arasında qalmaq kimidir. Maraqlı yanaşmadır. Midori'nin o qeyri-adiliyi, o açıq sözlülüyü, hətta bəzən, necə deyim, provokativ hərəkətləri, məsələn, atası xəstəxanada olanda danışdıqları, ya da o yanğın səhnəsindəki reaksiyası. Hə, bir də o yazdığı mahnı var idi, mənim heç nəyim yoxdur. Çox qərib idi. Bəli. Bütün bunlar Toru'nun o qapandığı qəmgin boz dünyasını sanki silkəliyir, ona fərqli bir nəfəs verir. Digər tərəfdən də Nagasawa var. Nagasawa çox xarizmatik, ağıllı, uğurlu, amma mənəvi cəhətdən problemli obrazdır məncə. Dəqiq. Onun o özünə yazığın gəlməsin, bunu ancaq axmaqlar edər kimi kəskin fikirləri. Düşündürücüdür, amma çox soyuq, hətta təhlükəli bir tərəfi var o yanaşmanın. Razıyam. Bəs Murakami'nin üslubu, bəzən adam elə hiss edir ki, sətirlər arasında o yazılmayanlarda daha çox məna var. Sanki bilərəkdən boşluqlar buraxılıb ki, oxucu özü tamamlasın. Hə, elədir. O minimalizm, o dolayı təsvirlər. Hətta
Tərcümə məsələsi də maraqlıdır. Məsələn, bəzi ingilis tərcümələrində zaman fərqi var. Biri keçmiş zamanda, biri indiki zamanda. Bu kiçik detal belə hekayənin təsirini, o atmosferi dəyişə bilir. Çox doğru qeyddir. Biri xatirə hissi verir, o biri isə sanki hadisələr indicə baş verirmiş kimi canlılıq qatır. Amma üslubdan da çox məncə bu əsərdə atmosfer və o kiçik detallar xüsusilə güclüdür. Məsələn, o 60-cı illər Tokyosu, tələbə etirazlarının o xaotik amma həm də biraz saf havası, Toriyamurun yataqxanası, o qəribə otaq yoldaşı, hücum taburu ləqəbli. O səhərlər bayraq qaldırma mərasimi də var idi. Çox absurd idi. Bəli, bunlar sadəcə fon deyil axı, qəhrəmanların o daxili boşluğunu, bir nizam axtarışını, amma eyni zamanda o nizama qarşı üsyanını da göstərir. Sonra Ami Hostelin o həm sakit, həm də boğucu atmosferi, Midori'nin atası ilə xəstəxanadakı səhnələr, Naoko'nun ad günündə yaşananlar, hər bir detal o qədər yerindədir ki. Deməli, yekunlaşdırsaq, Norveç meşəsi sadəcə nostalji dolu, kədərli bir hekayə deyil. Bu həm də həyatın özünün mürəkkəbliyi, itkilərlə yaşamağı öyrənmək, sevginin çox fərqli, bəzən ağırlı üzləri və o gənclik böhranları haqqında zamandan asılı olmayan bir əsərdir. Tam olaraq belədir. Bu, sizi həm dərindən kədərləndirən, həm də həyatın özü haqqında, insan münasibətləri haqqında çox düşündürən bir təcrübədir. Oxuyub bitirəndən sonra da asanlıqla yaddan çıxmır, uzun müddət sizinlə qalır. Bəs siz, əziz dinləyici, necə düşünürsünüz? Görəsən, 10 illiklər keçməsinə baxmayaraq, bu romanın o ruhi sağlamlıq, tənhalıq, gəncliyin o axtarışları ilə bağlı təsvirləri bugün sizin üçün nə dərəcədə aktualdır? Bu, qəmgin, amma məncə çox gözəl hekayənin hansı tərəfi, hansı obrazı sizə daha çox toxundu? Həqiqətən sizin də fikirlərinizi bilmək çox maraqlı olardı. Bu söhbətimiz, bu dərin təhlil xoşunuza gəldisə, videonu bəyənməyi unutmayın. Ədəbiyyatın belə dərinliklərini endiyimiz müzakirələrin davamını qaçırmamaq üçün kanalımıza abunə olmağınızı da tövsiyə edirik. Bəli, bizimlə qalın. Növbəti dərin təhlillərdə görüşənədək sağ olun. Sağ olun.